Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilova yeni hökm oxunub. Qaynarifo məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən Dünyamin Xəlilov 14 il 9 ay, Azad Cavadov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Əlavə edək ki, prokuror Dünyamin Xəlilovun 15 il, Azad Cavadovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində aparılmış cinayət işinin istintaqı vaxtı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankı AŞ-nin sabit rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri General John Sturgeon və Bakı Fındıq Emalı Müəssisəsi məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstəriciləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 6 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən olunub. Bundan əvvəl Dünyamin Xəlilova qarşı 2 məhkəmə hökmü qüvvədədir. Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı AŞ-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib. Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı AŞ-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub. Bu iş üzrə Dünyamin Xəlilov məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum olunub.